günah şəraitinin insan üçün hazır olduğu vaxtlardan biri Ramazan ayının çıxdığı andır. Ramazan ayı çıxan kimi burada oturanlar hazır olsun. Hamımıza aiddir bu. Ramazan ayı çıxan kimi mütləq və mütləq dalbadal günah şəraiti insan üçün yaranacaq. Allah heç bir insanı gücü çatdığından artıq yükləməz. Ondan sonra bu ayənin axırında bir sünə dua öyrədir bizə. Deyir ki, Rabbena və la tuhammilnə mə la taqətə lənə bih. İlahi, gücümüz çatmayan şeylə bizi imtihan eləmə. O şey ki, bizim gücümüz yetməyəcək, gücümüz çatmayacaq, bizi imtihan eləmə. Allah bu məsələdə çox mehribandır bizə. Allah çox istəyir bizi və şərait yaradır. Şərait yaratması olmaz. İnsan imtihan olmalıdır. Günah şəraiti mütləq olmalıdır. Amma yüz yolla da yardım edir. Günah şəraiti yaradanda. Adam var, yaxşı adamdır. Dərin xəstəliyi yoxdur. Amma çətin şəraiti Allah onu salır ki, özündən razı olmasın. Özündən razı olmasın. Adam var da belə, mənə deyirlər bəzən. Yəqin burada da Allah eləsin olmasın, amma indi yəqin var. Bir 5-10 dənə iş görən kimi, bilmirəm də nə edeyim mən. Bir dənə yaxşı iş gördümsə, nəsə mənə gəlir də bu içdən. Hədis var ki, ücüb bilirsiniz nədir? Əməldən razı olmaq. Adamın öz əməlindən razı olmaz. Buyurur ki, ücüb qorxusu olmasaydı, heç bir mömin bir günah eləməzdi. Allah qoymazdı, heç kəsi günah eləməyə. Möminlər, yaxşılar günah elirsə, səbəb budur ki, bu günahı eləməsə, özündən razı olub həlak olacaq. Allah ona görə bəzən yaxşıları da davamlı bir günaha salır. Hansı yaxşıları? O yaxşılar ki, onlarda təkəbbür, qürurlanmaq zəifliyi var. Özündən razı olmağa meyilliyi var bunları. Siz bu bir ay oruç tutmasaydınız, yiyib içib gəzsəydiniz, sizdən bizdən uzaqda tutaq ki, belə olsaydıq biz, indi nə halda olardıq? Gözümüzü günahkar hiss eləyərdik ki, cəmaat oruç tutdu, əhya saxladı, mən əhyada günah elədim, oruç tutmadım, yedim, içdim, heç nə eləmədim. Necə adam peşmançılıq halda olar? Mənim xahişim sizdən budur ki, bir ay oruç tutandan sonra həmin bu halda olun. Bu nicat tapmağın açarıdır. Və həqiqətən də biz heç nə eləmədik. Vallah, mən orucumdan utanıram. Vallah deyirəm, mən Qədir gecəmdən utanıram. Xanım Zeynəb gəlir İmam Hüseynin başının üstünə, deyir ki, ilahi bu kiçik qurbanı bizdən qəbul elə. Bundan sonra biz deyək ki, oruc tutmuşuq. İmam Hüseyndən o yana qurban var idi. İnsan nəsə verə bilərdi. İmam Hüseynin cənazəsinin yanında kiçik söz işlətmək Zeynəbin böyük mərifətinin nəticəsi idi. Həzrət Zeynəbin Allahı tanımasının nəticəsi idi.